Bu sualda əvvəlcə nə edirik? 500-ün 20%-ni tapırıq. Burada müəyyənləşdirdik ki, 100 qram kalium hidroksid var. Və bu 500-ün 100 qramı əgər kalium hidroksiddirsə, onda 500-dən çıxdıq 100-ünü, qaldı burada 400 qram su. Sonra deyir, suyun da 4/1 hissəsi buxarlandırıldı. 400-dən də 4/1-i, yəni 100-ünü çıxsaq, burada qalacaqdır 300 qram su. Alınan məhlulda kalium hidroksidin kütlə payını tapmaq omega bərabərdir. Maddəni bayaqdan müəyyənləşdirmişdik, 100 idi. Məhlul isə maddə ilə suyun cəmidir. Bunu da vururuq 100-ə. Cavab olur 25% məhlul və bu da olacaqdır A bəndi. Veririk. Əvvəlcə 400-ün 49%-ni tapıram ki, mənə nə qədər sulfat turşusu lazımdır. 400 vuraq 49 bölək 100 bərabər olacaqdır. 196 qram əlimizdə sulfat turşusu olmalıdır. Və bu 400-ün əgər 196-sı sulfat olacaqsa, bizə burada lazım olacaq məhlul hazırlamaq üçün 204 qram su. O sulfat turşusunu əldə etməkdən ötürü də SO3 ilə suyun reaksiyası baş verməlidir ki, biz H2SO4 əldə edək. 80 özünə 18 birləşdirib 98 su yaradır. İndi biz nə qədər sulfat yaratmalıyıq? 196. 196 sulfat yaratmaqdan ötürü tənlik də qura bilərsiniz, amma şifahi də tapıla bilər ki, bizə burada 36 su lazımdır. Elə belə yazaq, bunu bizdən soruşmur. 160 da SO3 gedəcəkdir. Bax, bizə 36 su bura lazımdır sulfatı almaqdan ötürü. Və ümumən də bizə 204 məhlulun içində su lazımdır. Onda həmin o məhlul hazırlamaq üçün lazım olan su ilə də turşunu hazırlamaq üçün lazım olan suyu bir araya gətiririk ki, cavab olacaqdır burada 240 qram ümumən bizə su lazımdır. Mən suyu iki yerdə işlətdik. Bir sulfat turşusunu əldə etməkdən ötürü, o da əvvəlcədən bilirdik ki, bizə 196 sulfat turşusu lazımdır. Ona görə mən nə qədər su sərf eləməliyəm. Və bu 196-nı qarışdırıb 400 qram məhlul almaq üçün də mənə 204 su lazımdır. Bu lazım olan suları da bir araya topladıq. Ümumi lazım olan suyu tapdıq ki, bu 240 edəcək. Burada M qram 36% məhlula N qram su əlavə edildi və 20% məhlul alındı. Aydın məsələdir ki, məhlula su əlavə olunanda faiz aşağı düşəcəkdir. Bizim belə bir düsturumuz var idi, bilirsinizsə, M1 omega 1 bərabərdir M2 omega 2. Yəni, ilkin məhlulun kütlə faiz hasili, qatılıq hasili bərabərdir. Su əlavə olunandan sonra ya da su çıxarılandan sonra alınan məhlulun kütlə və faiz hasilinə. Bizə birinci məhlulun kütləsini, yəni M1-i elə M şəklində verib. Mən də M şəklində yazıram. Omega 1-imiz 36-dır. İkinci məhlulun kütləsi isə birinci məhlulun üzərinə N qram su əlavə eləməklə düzəlibdir. Ona görə də onu elə M üstəgəl N kimi göstərəcəm. İkinci məhlulun faizi isə 20%-ə düşüb. Və buradan açsaq, 20-ni vursaq olacaq 20M üstəgələk 20N. 36 M-dən 20 M çıxanda 16 M bərabərdir 20 N-ə. Oradan da M bərabərdir 20, N də bərabərdir 16 yazsam, bizdən də onların nisbətini istəyir. Onda 16-nı bölməliyik 20-yə, cavab da olacaqdır 0,8 və A bəndi. Müəyyən temperaturda maqnezium sulfatın suda doymuş məhlulu. Deməli, bizim məhlulumuz bir maqnezium sulfatdan, bir də sudan ibarətdir. Amma biz bunların hərəsinin nə qədər olduğunu bilmirəm. Tutaq ki, maqnezium sulfatdan A mol götürmüşəm, sudan da B mol götürmüşəm. 31 oksigen atomuna toplam gəlin görək əlimizdə nə qədər oksigen atomu var. 4A qədər maqduzun içərisində var. B qədər də suyun içərisində var və 31-ə bərabərdir. 50 hidrogen atomu düşür. Hidrogen atomu da ancaq suyun içərisində var. Və bu da o deməkdir ki, 2B bərabərdir 50-yə. Buradan tapıram ki, B bərabərdir 25-ə. B-nin bu cavabını gətirib yerinə yazanda 4A üstəgəl 25 bərabərdir 31. 4A bərabərdir 6. A da bərabərdir 1,5 alıram. A-nı da bilirəm, B-ni də bilirəm. Gətirib yerinə qoyub həmin temperaturda maqnezium sulfatın həll olma əmsalını müəyyənləşdirə bilərik. Həll olma əmsalı KH bərabərdir. Maqnezium sulfatında molyarını veribdir. Molunu da 1,5 tapmışam. 1,5 vuraq 120.
bölək. Məxrəcə də ancaq suyu yazmalıyam. O da 25 moldur. 25 vuraq 18 vuraq 1000. Buradan da alırıq cavab 400 və o da E bəndi. 78 qram 10% Deməli, natrium. 178 qram 10% natrium hidroksid məhlulu əlimizdə var. 178-in 10%-ni tapdıq ki, burada natrium hidroksidin kütləsi 17,8 qramdır. Biz bura, 23 qramda natrium əlavə edirik. bura təzədən 23 qram da natrium əlavə edirik. Amma natrium əlavə edəndə orada reaksiyanın getdiyini unutmayın. Natriumu suya əlavə eləmişiksə, orada bir natrium hidroksid alınacaq, bir də hidrogen ayrılacaq. Amma tam reaksiyanı yazıb əmsallaşdırmadım. Əgər 1 mol natrium götürmüşsə, 1 mol natrium hidroksiddir və natrium da öz valentinin yarısı qədər hidrogen çıxartdığına görə hidrogen də əmsalına 0,5 yazıram. Bilirəm ki, buradan da məndə 1 qram hidrogen bu qabı tərk edəcəkdir. Bunu bir yerdə nəzərə almalıyıq. Və bir də 23 qram natrium 1 mol deməkdir. 23 qram natriumdan da 1 mol, yəni elə 40 qram yeni natrium hidroksid yaranacaqdır. Onu da belə deyək. Bizdən soruşur ki, alınan məhlulda natrium hidroksidin kütlə payını tapın. Omega bərabərdir. Öncədən əlimizdə var idi 17,8 qram natrium hidroksid və yeni yarandı 40 qram natrium hidroksid. Bizim ilkin məhlulumuz 178 idi. Biz gətirib onun üzərinə kənardan 23 qram natrium əlavə eləmişdik. Amma biz o natriumu əlavə edəndə orada 1 qram hidrogen uçub getmişdi. Ona görə onu oradan çıxırıq. Bunu da vururuq 100-ə. Da nə proses gedibsə, həmin o 178, 23, 1. Bax, bunların civarında gedibdir. Kənara bir şey, çökən bir şey yoxdur. Buradan da alırıq cavabı ki, 57,8 yuxarı yazılacaq. 200 də aşağıdır. 100-ə də vuranda sıfırlar ixtisar. Cavab da olur 29,8. Bu da C bəndinə uyğundur. 6-cı sualda əgər rho-nu da omeqanı da biliriksə, onda C bərabərdir 10 rho omega böl M düsturundan istifadə edib. Burada birinci qabdakı C1-i tapaq. Burada da C2-ni tapaq. Bu olacaq 1,2 vuraq 20 vuraq 10 bölək 40. Buradan alırıq cavab 6. İkinci qabda isə 1,5 vuraq 48 vuraq 10 bölək 40. Buradan da alırıq 18. Həcmlər eyni olduğuna görə bizim iki düsturumuz var idi. Bir kütlə eyni olanda, bir həcm eyni olanda. Kütlə eyni olanda omega 1 üstəgəl omega 2 böl 2 düsturundan istifadə edirdik. Qatlıqda da əgər həcmlər eynidirsə C1 üstəgəl C2 böl 2 düsturundan istifadə edəcəyik. Əgər burada 3 məhlulumuz olsun da 3-ə böləcəyik. Həmin düsturlara əsasən də 6 üstəgəl 18 bunları biz qarışdırsaq 2-yə də bölsək olacaqdır. Alınan məhlulun molyar qatlığı 12, bu da olur A bəndi. Burada bizə bir natrium sulfat, bir də natrium nitrat məhlulları verilibdir. Bax, ayrıca hər ikisinə aid olan məlumatları bir kənara qeyd edirəm. Bu natrium sulfat, bu da bizdəki bu natrium nitrat. Natrium sulfat haqqında nə bilirik? Bilirik ki, bunun C-si bərabərdir 6-ya. Amma həcmini bilmirik. Həcmini bilmirəm deyə V bərabərdir A yazdım. Buradan mol miqdarını tapa bilərəm ki, nyu bərabərdir 6 A qədər olacaqdır. Bəli. Və natrium ionlarının sayını da tapa bilərəm. Nyu, na, nisbət. O da bərabər olacaq. 6 vuraq bu indeksdəki 2-yə olacaq da 12 A qədər. 12 A qədər burada natrium ionu var. İndi natrium nitrata baxaq. Burada da C bərabərdir 2-dir. Amma mən burada da həcmi bilmirəm. B ilə işarətləyirəm. Oradan da nyu bərabərdir 2B olanda elə nyu natrium ionlarının sayı da natrium indeksində heç nə olmadığına görə 2B-yə bərabərdir. Bunları qarışdırdıq. Sonra deyirdi, natrium ionlarının qatılığı 5 mol bölü litr olan 800 milli məhlul alındı. 800 millini də litrə çevirəndə bu olacaq da 0,8 litr. Çünki buranın litrlə verdiyinə görə çevirməliyəm. İndi biz natrium ionlarının qatılığını necə tapmalıyıq? Toplam natrium ionlarının sayını məhlulun həcminə bölməklə. Bizdə 12A qədər bir tərəfdə, 2B qədər də digər tərəfdə natrium ionu var. Bunu da bölməliyəm 0,8-ə. Bu zaman qatlığı tapıram 5. İndi buradan A ilə B arasındakı münasibət. 5 vuraq, şifahi deyirəm, bu hissəni yazmıram. 5 vuracaq 0,8-ə.
olacaqdır 9,6 çıxaq 12b üstəgəl 2b bərabərdir 4. Oradan 9,6 çıxaq 10b bərabərdir 4. 5,6 da bərabərdir 10b-yə. B bərabərdir 0,56-ya. 0,56-ya. Və 0,8-dən də çıxıram 0,56-sını. Niyə belə elədim? Çünki biz bilirik ki, məhlulların ümumi həcmi var. A ilə B kimi işarətləmişdim axı mən onu. A ilə B cəmi 0,8-ə bərabərdir. Buradan da A-nı tapmaq üçün A bərabərdir 0,8 çıx B yazmalıyam. B-nin də qiymətini 0,56 aldığıma görə 0,8-dən də həmin şeyə çıxanda qalacaqdır 0,24. İndi mən bunu litrlə əldə eləmişəm. Amma məndən yenə milli ilə istəyir. Litri də milliyə çevirəndə cavab alıram 240 D bəndi. Nə vurur? Bu sorumda bir sualın biri bir. Bu suala mənimlə bir də təzədən nəzər yetirək. Biz natrium hidroksidin HNO3 ilə reaksiyasını gördük. Buradan alındı natrium NO3 və su. 200-ün x faizi qədər. Burada 2x natrium hidroksid var. Bura qeyd edək əvvəlcədən. 300-ün 4,2 faizi 12,6 da HNO3 var. HNO3 12,6. Burada bir ifadə işlədir. Deyir, qələvinin kütlə payı duzun kütlə payını 2 dəfə çoxdur. Deməli, qələvidən artıq qalacaq. Onda biz reaksiyanı HNO3-ə görə ayarlayırıq. HNO3 63 olanda oradan alınan duz 85-dirsə, 12,6-da alınan duz olacaq da 17. Bu da bizə lazımdır. Və bir də burada natrium hidroksidin nə qədər sərf olunduğunu da tapmalıyıq. Bura 40 olanda burada natrium hidroksidin sərfi olacaqdır 8 və bunu da yadda saxlayırıq. Sonra deyir duzun kütlə payı. Bizim ümumi məhlulumuz 200-dən 300-ün cəmi 500 qramdır. 500-ün içində 17-nin kütlə payını tapırıq. 17 böl 500 vur 100. Bu olacaqdır 3,4%. Qələvinin artığının buradakı kütlə payı 3,4-dən 2 dəfə çoxdur. 3,4-dən 2 dəfə çox, onda olacaqdır 6,8%. Qələvi 6,8%. Amma mən bilmirəm ki, orada qələvidən nə qədər artıq qalıbdır. Ümumi məhlulumda yenə həmin bayaqki 500 olan məhluldur. Buradan da tapıram ki, qələvinin artığı A, bu bərabərdir 34-ə. Deməli, 34 artıq qalan, 8 də sərf olunan. 34 üstəgəl 8, ümumən qələvi 42 imiş. Qələvi də bizdə nə qədərdir? 200-ün x faizi qədər, yəni 200 vur x bölü 100, 2x qədər. 2x də bərabərdir 42-dirsə, oradan da tapırıq ki, x bərabərdir 21-ə. Bu cavab olur B bəndi.